Çoxluqların fərqi. A çoxluğunun B çoxluğuna daxil olmayan bütün elementləri çoxluğuna A və B çoxluqlarının fərqi deyilir. Və buradakı çoxluqlara baxaq. A çoxluğunun elementləri 2, 3, 5, B isə 1, 3, 6, 7. İndi eyni olanları qeyd edək. 3, 3, yəni bunların üstünə xətt çəksək də olar. Başqa yoxdur. Deyirik ki, A çoxluğunun B çoxluğuna daxil olmayan, yəni A-dan bu fərqi deməkdir. Bax, fərq işarəsi də bu şəkildə. A-dan B-nin elementlərini çıxırıq. Yəni 3-ü çıxırıq, yerdə qalır 2 və 5. İndi B və A çoxluğunun fərqi deyəndə isə B çoxluğunun A çoxluğuna daxil olmayan bütün elementləri, yəni B və A çoxluqlarının fərqi, yenə B-dən A-nın elementini çıxıram, yerdə nə qaldı? 1, 6, 7. Demək, bu da oldu B və A çoxluqlarının fərqi. Euler-Venn diaqramında çoxluqları təsvir etdikdə 3 hər ikisində var idi deyə, bax bu orta hissədə, bu bilirik ki, bu orta hissə kəsişmədir. Yəni hər ikisində olanı burada qeyd etdik. İndi bizə yerdə qaldı A çoxluğunda 3-ü götürdükdən sonra yalnız 2 və 5, B-də isə qaldı 1, 6, 7. İndi A minus B çoxluğu dedikdə isə, bax biz həmin bu kənardakı ayparanı başa düşəcək. Bax bu kənar hissədəki A minus B. Bu ayparamız olur A və B çoxluqlarının fərqi. Yəni yalnız 2 və 5. B və A çoxluqlarının fərqi isə, bax bu şəkildə, bax bu hissədəki aypara yaşılla qeyd edirəm. Bax bu yaşılla qeyd etdiyimiz ayparada qalan hissə. Yəni 1, 6, 7. Çoxluğun özü ilə fərqi boş çoxluqdur. Çünki məsələn, bax biz A çoxluğundan A-nın elementlərini çıx deyir. Yəni heç nə qalmır yerdə, ona görə boş çoxluq olur. Çoxluğun boş çoxluqla fərqi isə A çoxluğunun özüdür. Bilirik ki, boş çoxluğun heç bir elementi yoxdur. A və boş çoxluğun fərqi, yəni A-dan deyir boş çoxluğun elementini çıx. Heç nə çıxmadığımıza görə elə A-nın özü də qalır. Yəni bax bunları da qayda kimi öyrənin ki, çoxluğun özü ilə fərqi boş çoxluğa bərabərdir. Çoxluğun boş çoxluqla fərqi isə həmin çoxluğun özünə bərabərdir. İzah edin. A minus B çoxluğu ilə çoxluğunun birləşməsi hansı çoxluğa bərabərdir? Bu suala cavab vermək üçün, bax deyir, A minus B çoxluğu ilə A minus B çoxluğu bu hissəni bizə verir. Kəsişmə isə bu ortadakı hissəni verir. Bizə deyir, onda hansı çoxluğa bərabər olar? Elə A çoxluğunun özünə bərabər olacaq. Yəni bunun cavabı olacaq A. Digər hissədə B və A çoxluqlarının fərqinin, B və A çoxluğunun fərqi bu hissədir. Bax bu hissə, bu yarım ayparamızdır. Onun da kəsişmə ilə birləşməsi, bu kəsişmə də bu hissədir. Bunları bir yerə yığdıq, birləşdirdik. Hansı çoxluğu verdi bizə? B çoxluğunu. Birincinin cavabı A çoxluğu oldu, ikincinin cavabı isə B çoxluğu. Digər çalışmalarımıza baxaq. A bəndində bir dəfə A minus B fərqini deyir, bir dəfə də B minus A fərqini yazın. A-dan B-nin elementlərini çıxmalıyıq. 1, 4 yoxdur, 7 var, 7-ni çıxdım. 8 var, 8-i çıxdım. Deməli, A minus B bərabər olacaq. A-dan B-nin elementlərini çıxmaq deməkdir. Yerdə qalır sadəcə 1, 4. İndi B minus A fərqi isə B-dən A-nın elementlərini çıx. Hansılar var idi? 7, 8, yerdə qaldı sadəcə 2 və 3. B variantında isə yenə də həm A və B çoxluğunun fərqini tapmalıyıq, həm də B və A çoxluğunun fərqini. Deməli, ilk öncə bax 3 B-də yoxdur, 6 var. Çıxdıq, 9 da var deyə çıxdıq. Yəni, onda A və B çoxluqlarının fərqi bərabər olur. Yalnızca 3-ə. B və A çoxluğunun fərqi isə A-dan da indi B-nin elementlərini çıxırıq. Yalnızca qalır 5. C bəndində
A çoxluğunun 2 B-də yoxdur, 3 yoxdur, 6 da yoxdur. Onda A-dan B-nin elementlərini çıxdıq. Heç nə çıxmadıq deyə elə A çoxluğunun özü qaldı. B-dən A-nın elementlərini çıxsaq, yenə baxırıq ki, heç bir element çıxmadıq deyə elə B çoxluğunun özü qaldı. Gəlin bunları Eyler-Venn diaqramında da təsvir edək. Bax, B variantında hər ikisində ortaq olan 6, 9 orta hissədə yazılır. A-da qaldı yalnızca 3, B-də isə qaldı 5. Digərində bunların kəsişməsi yoxdur deyə ayrı-ayrı çoxluqlar kimi qeyd edirik. Bu A çoxluğu, B çoxluğu 2, 3, 6, 1, 4, 5, 8. A variantında hər ikisində ortaq olan 7, 8, A-da qaldı 1, 4, B-də isə 2, 3. Bu A çoxluğu, bu da B çoxluğu. 14-də Eyler-Venn diaqramına görə fikirlərin doğru və ya yanlış olduğunu müəyyən edin. İlk öncə A və B çoxluğunun fərqinə baxaq. A-dan B-nin elementlərini çıxdıq. Bayaq dedik, yalnızca bax bu aypara hissəsi qalır. Burada yalnız AB daxildir. Bizə də deyir ki, A elementi çoxluğuna daxildir. Bəli, doğrudur. Digərində B və A çoxluğunun fərqi isə yalnız bu ayparaya daxil olan hissə Y və F olur. Bizə deyir C elementi daxildir. Bu yanlışdır. Y elementi B-dən A çoxluğuna, B və A çoxluğunun fərqini tapdıq. Y, F. Bu da deyir daxil deyil, amma daxildir. Ona görə bu da yanlış olur. D elementi A və B çoxluğuna daxil deyil. A və B çoxluğunun fərqini bayaq tapdıq. A, B-dir. D elementi daxil deyil. Bu da doğrudur. Bəli, daxil deyil. Çünki yalnız A və B-dir. Rəngli hissəyə yazılışlardan uyğun olan tapın. Bax, bu aypara olan hissəmiz bura aid olacaq. A minus B, yəni A və B çoxluqlarının fərqi. Hər ikisində ortaq olan hissə bu kəsişmədir. Yəni A kəsişir B. Digərində isə bu hissəmiz isə B və A çoxluqlarının fərqidir. Yəni yazaraq buna kəsişməyə B bəndi, A-dan B-yə bu A bəndi, B-dən A-ya isə fərqi isə C bəndi. 16. Eyler-Venn diaqramına görə əməllərə uyğun çoxluqları yazın. A və B çoxluğunun fərqi bərabərdir. Bayaq qeyd etmişdik ki, bu aypara hissəsinə daxil olandır. Yəni B-nin elementlərini çıx deyir. Yalnızca qalır S və A. B-dən A-nı isə, B və A-nın fərqi isə burada da yalnızca qaldı D və Ə. B variantında A və B çoxluqlarının fərqi, yenə A-dan B-nin elementlərini çıxdı, yalnızca qaldı Y, L. Yəni A, B-nin fərqi Y və L çoxluğu. Kəsişməsi isə hər ikisində ortaq olan, elə bu B-nin elementləri idi. Yəni bax, ortaq hər ikisində olan deməkdir. Bu hissə hər ikisində var deyə B kəsişir A bərabərdir N, R, U. Yəni, orada yaza bilərdik bunu. İndi A və B-nin fərqi, A-dan B-nin elementlərini çıxanda elə A çoxluğunun özüdür. Yəni, bunun cavabı bərabərdir A. B-dən A-nı çıxanda heç nə çıxmadıq deyə, bu da elə B çoxluğunun özüdür. Çünki bunların ortaq elementləri yoxdur. 17. Eyler-Venn diaqramına görə A, B birləşməni, kəsişmə çoxluqlarını yazın. Yəni, bunu hamısını qeyd etməliyik. Deməli, A çoxluğunun elementləri A bərabərdir
Y, L, T, U, R. B çoxluğunun elementləri A, N, T, U, R. Sonra birləşmə. A birləşir B. Hamısını qeyd etməliyik. Elə burada Venn diaqramında nə elementlər görürüksə, hamısını yazırıq. T, R, U, A, N. Kəsişməsi. A kəsişir B. Kəsişmə ancaq orta hissədə olanlardır. Hər ikisinə daxil olan. T, U, R. A-dan B-nin elementlərini, A-dan B-nin elementlərini, yəni buranı çıxırıq, yalnızca qalır Y, L. B-dən A-nın elementlərini çıxsaq, yenə bu hissəni çıxırıq, qalır sadəcə A, N. A-dan B-nin elementlərini çıxırıq, bərabərdir. Yəni Ş-nı, I-ni, R-nı. Qaldı yalnızca Ə. Sayını tapın. Sayda N, A minus B bərabərdir 1-ə. B-də N, A, R. Bunları çıxdıq. Yerdə qaldı A və B çoxluğunun fərqi E və L. Burada isə S-i, L-i, yeni L-i çıxdıq. Qaldı A və B çoxluğunun fərqi bərabərdir A və Y çoxluğu. İndi 20-ci məsələdə A və B uyğun marketlərdə satışda olan ərzaq çoxluqlardır. Əməllərin mənasını izah edin və uyğun çoxluqların elementlərini yazın. Birləşmə nə olar? Hər iki marketdəki ərzaqlar izah edin və uyğun çoxluqların elementlərini yazın. Onda birləşmədə olar un, düyü, duz, sonra şəkər, bitki yağı, kərə yağı, süd, pendir, qatıq, yumurta, ət, toyuq, balıq, makaron, verməşil, qarabaşaq, ərişdə. Yəni eyni olanları sadəcə bir dəfə yazacaq. Bunların hamısını qeyd edərsiniz. Kəsişmədə hər ikisində olanlar un, düyü, sonra duz, kərə yağı yox, bitki yağı, süd, pendir, yumurta, toyuq, balıq yox, makaron, bir də ərişdə. Ona görə kəsişməyə, bax bu qeyd etdiklərimi yazarsınız. A-dan, A və B çoxluqlarının fərqi, A-da yalnız qalanlar hansılar oldu? Onlar da digər, bax, duz, kərə yağı, sonra balıq, verməşil. Yəni bura yazacaqsınız duz, kərə yağı, balıq və verməşil. Balıq, verməşil. B-dən A-nı çıxdıqda isə burada qaldı nələr? Şəkər, qatıq, ət, qarabaşa. Burada yazarsınız şəkər, qatıq, ət, qarabaşaq. Bu sualda isə bizdən 20-dən kiçik tək ədədlər çoxluğunu ailə A bərabərdir 20 tək ədədlər 1, 3, 5, 7, 9, 11, 13, 15, 17, 19. 20-dən kiçik sadə ədədlər çoxluğunu B ilə. B bərabərdir sadə ədədlər. Bir nə sadədir, nə mürəkkəb. 2, 3, 5, 7, sonra 11, 13, 17 və 19.
A və B çoxluqlarının elementlərini yazın. A variantını qeyd etdik. B-də göstərməklə A-dan B-ni çıxaq. Baxaq. 1, 2, 3. Deməli, bunların bir-birinin alt çoxluğu olmadı. A və B çoxluğunun fərqini deməli, ilk öncə Venn diaqramımızı çəkdik. Bu A, bu B. Hər ikisində ortaq olanlar 3, 3, 5, 5, 7, 7, 9, yox 9 yoxdur. 11, 11, 13, 13, 17, 17, 19, 19. Ortaq olanları bu orta hissədə qeyd etməliyik. Kesişmə hissəsini biraz böyüdək. Çünki hamısını qeyd etmək üçün çatsın. Onda biz biraz belə böyüdək ki, orta hissədə kesişmədə hər ikisini yazıq. Deməli 3, 5, 7, 11, 13, 17, 19. A-da hansıları qeyd etməmişik bu aypara hissəmizə yazacağıq. Baxın, bax bu hissəyə qeyd etmədiyimiz 1, 9, 15. B-də isə qeyd etmədiklərimiz 2, yalnız 2, başqa yoxdur. Euler-Venn diaqramda təsvir etdik. A-dan A və B çoxluqlarının fərqi yalnız bax bu aypara hissəmiz olacaq. 1, 9, 15. Yəni A-dan B-nin elementlərini çıxdıq. B ilə A çoxluğunun fərqi bərabərdir 2-yə. Kəsişməsi A kəsişir B orta hissədəkilərdir. Hər ikisində qeyd etdiyimiz 3, 5, 7, 11, 13, 17, 19. Birləşmə isə hamısını qeyd. A birləşir B bərabərdir 1, 2, 3, 5, 7, 9, 11, 13, 15, 17, 19. Hər çoxluğun neçə elementi olduğunu yazın. A və B çoxluqlarının fərqində 3, B və A çoxluğun fərqində 1, kəsişmədə 2, 4, 6, 7, birləşmədə isə 2, 4, 6, 8, 10, 11-dən.